Salam əziz dinləyicilər. 20 aprel 2025, dərs sınağı 7, sinif 5. Listeningdən başlayaq. Leo is at the mall with his dad and his sister. Leo atası və bacısı ilə moldadır. Max is at home. Max isə evdədir. They are talking about Anna's party. Onlar Ananın məclisi barədə danışırlar. Leo is in a store, but he doesn't buy a t-shirt because he has lots of them. Leo mağazadadır, amma o qısa qol köynək almır, çünki onda xeyli var. Max is wearing brown pants. Max qəhvəyi şalvar geyinir. Leo is wearing his black t-shirt and a jacket to the party. Leo isə qara qısa qol köynək və jaket geyinir məclisə. Leo isn't wearing sneakers. Leo idman ayaqqabısı geyinmir. The passage is mainly about mətn əsasən nə haqqındadır? Leo's favorite school subject. Leonun sevdiyi məktəb fənni. Max shopping trip. Max'in alış-veriş səyahəti. Leo's clothes and party plans. Leonun geyimi və parti planları doğrudur. A party at Max's house. Max'in evində şənlik. Doğru cavab C variantı. Which statement is true? Hansı fikir doğrudur? Leo is not wearing sneakers. Leo idman ayaqqabısı geyinmir. Doğrudur. Max is at the mall with Leo. Max Leo ilə birlikdə moldadır. Xeyr, Max evdədir. Leo buys a new t-shirt at the mall. Molda yeni bir qısa qol köynək alır. Xeyr. Max is wearing a jacket. Max jaket geyinib. Xeyr. Doğru cavab A variantı. Leo is going to the party wearing. Leo məclisə partiyə gedəcək. Nə geyinəcək? A blue sweater and jeans. Mavi sviter və jeans. Xeyr. His black t-shirt and a jacket. Öz qara qısa qol köynəyini və jaket. Bəli. A white shirt and sandals. Ağ köynək və sandalet. Boots and a fur coat. Çəkmələr və xəz palto. Doğru cavab B variantı. Why doesn't Leo buy a t-shirt at the store? Niyə mağazadan qısa qol köynək almır Leo? He doesn't like the color. Rəngini bəyənmir. His sister buys it first. Bacısı birinci alır. The store is too expensive. Mağaza çox bahalıdır. He has lots of t-shirts. Onun çoxlu qısa qol köynəyi var. Doğru variant. Write one adjective from the passage which characterizes the word pants. Pants sözünü xarakterizə edən sifət browndur. Brown bizim doğru cavabımız olacaq. Növbəti reading, oxu mətni. Ahmed lives in the desert with his family. Ahmed ailəsi ilə birlikdə səhrada yaşayır. The weather is very hot during the day. Gündüz vaxtı hava çox isti olur. The sun is strong and the sand is hot. Günəş güclüdür, yəni qaynardır. The sand is hot. Qum istidir. At night it can be cold. Gecə vaxtı soyuq ola bilər. People live in tents or small houses. İnsanlar çadırlarda və ya kiçik evlərdə yaşayırlar. People in the desert wear special clothes. Səhradakı insanlar xüsusi paltar geyinirlər. They wear long, loose clothes to stay cool. Onlar uzun, bol paltar geyinirlər sərin almaq üçün. Men and women often wear dresses. Kişilər və qadınlar adətən don geyinirlər. Many people wear head coverings to protect their heads from the sun. Əksər insanlar öz başlarını günəşdən qorumaq üçün deməli örtüyü taxırlar, baş örtüyü. They also wear sandals because the ground is very hot. Onlar həmçinin sandal geyinirlər, tərlik geyinirlər. Çünki yer çox istidir. Ahmed has a brother and aunt. Əhmədin qardaşı və xalası var. His brother Abdullah takes care of the camels. Onun qardaşı Abdullah dəvələrə baxır, yəni qulluq eləyir. He wears a long dress and a gutra on his head. O uzun paltar və başında qutra adlı bir örtüyü taxır. Ahmed's aunt Ayşə is a hard worker. Əhmədin xalası Ayşə çox çalışqandır. She brings water to the camp. O düşərgəyə su gətirir. In the evening people sit and listen to stories together.
Axşamlar da insanlar oturub hekayələr bir yerdə qulaq asırlar. The passage is mainly about, əsasən nə haqqındadır mətn? Life and clothing in the desert. Səhrada həyat və geyim. Doğru variantdır. Animals in the jungle. Cəngəldəki heyvanlar. How to find water in the ocean. Okeanda suyu necə tapmalı? Why people go to the mountains. Nə üçün insanlar dağa gedirlər? Choose the correct answer. Düzgün cavabı seçin. Why do people in the desert wear long loose clothes? Nə üçün səhradakı insanlar uzun, bol paltar geyinirlər? Because they want to stay warm. Çünki isti qalmaq istəyirlər. Because it looks nice at parties. Çünki partilərdə gözəl görsənir. Because it helps them stay cool. Çünki onlar sərin saxlayır. Doğrudur. Because it rains often. Çünki tez-tez yağış yağır. Növbəti sual tamamlamalıyıq. Cümləni at night, the desert, gecə, səhra, is always hot, həmişə istidir. Xeyr, becomes cold, soyuqlaşır, bəli. Is full of trees, ağaclarla doludur. Gets rain, yağış qəbul edir, yəni yağış yağır. Which statements are true? Doğru fikirləri seçin. People wear sandals in the desert. Səhrada insanlar sandal geyinir, doğrudur. Ahmed's brother wears a hat. Əhmədin qardaşı şlyapa taxır. Xeyr, qatra deyə bir şey var, onu taxır. Ayşə works and brings water. Ayşə işləyir və su gətirir, doğrudur. Desert people wear short clothes. Səhra insanları qısa paltar geyinirlər, halbuki uzun paltar geyinirlər. Which word from paragraph 2 fits the following definition? İkinci paragrafda hansı söz verilən tərifə uyğundur? A light shoe, especially worn in warm weather. Deməli, isti havada geyilən yüngül ayaqqabı, bu da sandal. Keçirik vocabulary-ya. She likes wearing a. O nəyə geyinməyi xoşlayır? Sweatshirt, bəli, bu paltardır. Party, qonaqlıq, glasses, eynək ola bilərdi, clothes da ola bilərdi. Sadəcə artiklı cəmisindən işləmir, sayıla bilən təksimdən işlənir. I'm wearing a new pair of. A new pair of deyirsə, bir cüt, deməli isim cəmdədir. Jacket, t-shirt, shirt, bunlar təkdədir. Jeans, bəli, iki hissədən ibarət. Cins geyinir, bir cüt kimi. The men are to traditional stories, ənənəvi hekayələrə to olduğuna görə burada söz önü sending olmayacaq, göndərmək. Listening to, bəli, dinləyir. Protecting to ilə işlənməyəcək burada. Qoruyur, wearing geyinir, o da to ilə işlənir. Do you like my new sneakers? Mənim yeni idman ayaqqabılarım xoşuna gəlir. No, your old one, sən köhnələrini daha çox, belə deyək də, xoşuma gəlir, sevirəm, üstünlük verirəm, tərcih edirəm mənasında. Guess, təxmin etmək, work, işləmək, look, baxmaq, görünmək, uyğun gələn söz, prefer, üstünlük vermək, C variantıdır. Do you like my pants? Mənim şalvarım xoşuna gəlir. Not really, bəsində, kitabınızda, sorry. Çox yox, üzr istəyirəm. I don't like green pants, yəni yaşıl şalvar xoşuma gəlmir. Amma eyni zamanda not exactly, not much növbət ağlımıza gələn ifadələrdən ola bilər. 66-cı və 67-ci suallar qısa mətnlərdir. Important vacibdir. Soccer practice time change. Futbol məşq zamanı dəyişikliyi, vaxt dəyişikliyi. Practice is now on Mondays and Thursdays at 4:30 p.m. Məşq artıq bugün, deməli bu gündən sonra indi 1-ci və 4-cü günlər saat 5-in yarısında. Günorta. Don't forget your water bottle and soccer shoes. Özünüzlə su butulkası və futbol ayaqqabısını gətirməyi unutmayın. Burada hansı nəticə, hansı variant çıxır? Soccer practice is on Mondays and Thursdays. Futbol məşqi 1-ci və 4-cü günlərdə, doğrudur. Soccer practice is on the weekend, həftə sonudur məşq, xeyr.
Practice is only on Thursdays. Yalnız dördüncü günlərdə xeyr. Practice is every day at 4:30 p.m. ya da 4:30. Peşin yarısındadır hər gün deyil. Doğru variant A variantı. Bus schedule update. Avtobus vaxtında dəyişiklik, yenilənmə. The number 4 school bus leaves at 7:45 a.m. now. Be at the stop on time. 4 nömrəli avtobus 7:45-də səhər çıxır. Vaxtında dayanacaqda ol deyir. The school bus leaves at 8:30 a.m. Saat 8:30-da çıxır xeyr. Students should be late for the bus. Gecikməlidirlər avtobusa xeyr. The number 4 bus leaves at 7:45 a.m. Saat 7:45-də çıxır. 4 nömrəli avtobus tərpənir yəni. There is no school bus in the morning. Səhər məktəb avtobusu olmur. Doğru cavab C variantı. Qrammatika suallarına baxırıq. She sweatshirt. Sweatshirt geyinib və ya alır deyirik. Burada ya gets olmalıdır indiki sadə zamanda ya da indiki davam edici zamanda verirsə is getting olmalı. O da D variantındadır. We not buying pants. Burada da indiki davam edici zamanda to be'nin formalarından bir işlənməlidir. Not artıq orada verildiyinə görə və we ilə is işlənmədiyinə görə we are A variantı doğru variantımız olacaq. Is my new sweater in the closet? In the closet yəni şkafdadır. Deməli hardadır sualını verməliyik. Why nə üçün? What nə? Where harada? When nə vaxt? Doğru C variantıdır. I'm in the store but it now. Mən indi mağazadayım amma indi bağlanır. Hal-hazırda davam edən hərəkət kimi is closing olacaq. O da D variantıdır. Your friends wearing glasses. Bu da indiki davam edici zaman kimi wearing olduğuna görə to be'nin forması gələcək. Yəni əmizardan biri. Your friends yəni they, onlar. Onlarda are işlədir. O da D variantındadır. Is Mary wearing? Cavab green socks yəni yaşıl corablar. Deməli Mary nə geyinib olmalıdır? What düzgün variant. Is he wearing jeans? O jeans geyinib. Is ilə verilib zaten. He ilə isin elə bir cavabda qısa cavablarda yerini dəyişdirməliyik. Bu ya yes he is olmalıdır ya da no he isn't. O da C variantında düzgün verilib. Make up a sentence cümlə qurun. Da variantları yerinə qoymaqla cümlənin doğru olub olmadığını əslində çıxartmaq olar. Düzgün variantımız isə they are waiting by the library. Onlar kitabxananın yanında gözləyirlər bizim doğru